Danışır Bakı. Köhnə Yeni Radyo. Hər gün səslənər dalğalar hər an, ucalar nəğmələr elə, xəbərlər daşıyar evə, xəbərlərlə gələr, gözlərik hər an biz, izlərik hər an biz, mehriban səsini, radio mənim, gözlərik hər an biz, izlərik hər an biz, mehriban səsini, radio mənim. Axşamınız xeyir əziz dinləyicilər. Köhnə Yeni Radionun studiyasında Əli Məhəmmədoğludur. Radionu aça, qələbə, zəfərlər var dalğalar, şad xəbər var gəlin aç, radionu aça. Axşamınız xeyir əziz dinləyicilər. Köhnə Yeni Radionun studiyasında Əli Məhəmmədoğludur. Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Vətən sevgisi imandandır. Bu sözləri Peyğəmbərimiz deyib. Mənası budur ki, yurda məhrəmanə bir tərzdə bağlanmaq, onu inkişaf etdirmək, ucaltmaq və nəhayət düşmən təcavüzündən qorumaqla bağlı insanın keçirdiği həyəcanlar, yaşadığı duyğular müqəddəsdir. Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur. Heç vaxt gücünü itirmir və elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır. Göyün bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur. Bu sözləri bizim radionun fədailərinə şamil etmək olar. Onlar öz qələmlərinə sarılıb, ömürlərini şam kimi əridiblər nəsillərin yoluna nur saçaraq. Yazıblar, yaradıblar, tədqiqat aparıblar, dilimizin saflığını qoruyublar, mədəniyyətimizi layiqincə təbliğ ediblər. Bu, Azərbaycanın səsidir. Bu, Azərbaycanlının səsidir. Əziz anam, Azərbaycan. Bu isə Azərbaycan radiosunun səsidir. Azərbaycan radiosu. Xalq musiqisinə, muğamlarımıza, milli alətlərimizə, lap elə tariximizin müəyyən məqamlarına da qısqançlıqla yanaşıldığı bir dövrdə məhz vətənpərvər radio əməkdaşları hansısa üsullarla millətin dəyərlərini itib batmağa qoymurdular. Özlərini təhlükə qarşısına ataraq bacardıqca yadigarların unudulmasına imkan vermirdilər. Onlardan biri də xalq musiqimizin, muğamlarımızın, aşıq sənətinin təəssübkeşlərindən olan uzun illər radioda çalışmış, hazırda Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Maşallah Xudubəylidir. Salam əziz dinləyicilər, xoş gördük sizləri. Neçə illər ömrü qoydum, işlədiyim, çalışdığım, ömrümün demək olar ki, bəhrəli çağları Azərbaycan radiosundan bağlıdır. Radionun bütün kollektivinə, bütün dostlarıma, yoldaşlarıma, iş yoldaşlarıma, hamısına salamlarımı çatdırıram. Onu da qeyd edim ki, Maşallah müəllim neçə-neçə dəyərli kitabın müəllifidir. Bu kitabların da hər biri tədqiqat əsəridir. Deyirlər ki, ot kökü üstə bitər. Maşallah Xudubəyli el-obada tanınmış bir sənətkarın, Xəstə Bayraməlinin ocağını yandırır. Vaxtilə atası xalqımıza dəyərli xəzinə bəxş edib, indi də oğlu. İstər radioda çalışdığı illər olsun, istərsə də indi Maşallah müəllim əziyyətli, amma vacib işindən zövq alır. Bunu uzun illər onunla bir yerdə işləyən radionun proqram direktorunun müavini Rəhman Quluzadə də təsdiqləyir. Rəhman müəllim, xoş gəldiniz. Çox sağ olun müəllim, elə bir məqamda, elə bir saatda yəni bir söhbətə qoşulan, Maşallah Xudubəylindən 15 ilin artıq bir otaqda oturmuşuq.
və maşallah doğrudan da yəni hər birimiz ayrı-ayrı vəzifəni yerinə yetirsəksə, amalımız, məqsədimiz bir olubdur. Doğrudan maşallah siz vurguladınız, gözəl bir ailənin, tanınmış bir şairin, böyük bir mahalın övladı, daha doğrusu o torpağın yetirməsidir, Göyçə mahalı. Xəstə barəmlə bilirsiniz ki, el şairi kimi, tanınmış bir nəğməkar şair kimi bugün hamının qəlbində yaşayır və onun şeirləri müəllimlərimiz tərəfindən, xanəndələrimiz tərəfindən ifa olunur. Onun sözlərinə mahnılar qoşulub. Qaldı maşallahın əməyi bizim radioda böyük olub. Bu günlər biz Azərbaycan Radiosunun Qızıl Fondunu vərəqləsək, görək ki, maşallahın müxtəlif səpkili verilişləri Qızıl Fondun bəzəyidir. Mənim yadımdadır ki, mən özüm də maşallah müəllimi çox gözəl tanıyıram. Bəli. Bir yerdə işləyirdiniz. Bəli, bəli. Dəfələrlə mən gəlib otaqda oturub Söhbət edirik. hamımızla birlikdə söhbət eləmişik. Onun yazdığı verilişlərdən bəzilərini hətta oxumuşam da, mənim də ifamda onun yazdığı əsərlərin lent yazısı Bəli, var, elə ki var. Amma əsasən mənim yadımdadır ki, onun yazdığı verilişləri bizim gözəl diktorumuz, qəbri nurla dolsun, Yusif Muxtarov. Bəli, bəli. Və qadınlardan da Sevil Hüseynli ilə İradə Rəhbər Ələkbər, qız, düz, Respublikamızın bəli, əməkdar artistləri. Bəli. Bunlar bir yerdə oxuyurdular onun əsərlərin və maşallah müəllimin yazılarında bir şirinlik, bir axıcılıq, məsələn o diktorlar onu hamıdan yaxşı bilirlər. Bəli, Kimin nəyə qadir olduğunu diktorlardan bəli. gözəl bilən yoxdur. Və onun hələ hər şey bir yana qalsın, o tədqiqat, o axtarış bir yana qalsın, radio jurnalistinin yazısında bir axıcılıq olmalı. Bəli. Bax, maşallah müəllimin yazısında o şeylər vardı. Adam böyük məmnuniyyətlə onu Bəli. oxuyurdu. Müəyyən, məsələn, jurnalistlər vardı ki, çox savadlı, çox gözəl, cümlələri də yaraşıqlı, necə deyərlər. Amma oxumaq bəzən diktor üçün çətin. Çətinlik yaradır. Bunlar ya qəzetdən gəlmiş adamlardı, ya jurnaldan gəlmiş adamlardı. Bunlar radionun dilinə o qədər, amma maşallah müəllim elə gələn gündən radionun dilini tutdu. Mənim şikəstəli dünyam. Ana təbiətin qoyunu sirli, sehirli duyumlarla doludur. Dərələrdən axan nəğməkar çayların da, ala gözlərini uzaqlara dikib ceyranların baxışına boy verən pünhan pıçıltılı çeşmələrin də, min bir ilməli, ilahi bəzəkli yaylaqların da, gözətçisi həmişə başı qarlı uca dağlar olub. Ömrümüzün darmacalında arxamız, söykəyimiz, güvənc yerimiz olan qəlbi dağlar. Bu görüm, bu anım həyatın şirinliyini insanlığa bəxş edirkən, çini yapıncılı igid çoban qayalara söykənib, dərələri seyr edərkən, özündən ixtiyarsız dodaqlarından qopan gümültüsü o çayların bəstəsi ilə qoşalaşıb, bir o, bir də dağların əks sədası bir-birinə qovuşanda çoban şikəstəsinin məğrurluq içində kövrəkliyi beləcə qovuşub əbədiyyətə. İgid çobanın dodaqlarındakı pünhan pıçıltını bu qayda ilə car eləyib qəlbi dağlar bu cahana. Qayalar bir-birini səsləyib, dərələrin biri o birini soraqlayıb bu şikəstənin ilkin harayı ilə. Dağların həmdəmi, dağ vüqarlı çoban da inana bilməyib eşitdiklərinə. Kim bəstələdi bu şikəstəni? O mu? Yoxsa dərələrdə ötən bəstəkar çaylar mı? Təbiət insana, insan təbiətə məhrəm oldu bu anımla. İnsan dağlardan dözüm, dəyanət, dağlar insandan duyum dərsini belə öyrəndi əzəlindən. Bütün bunlar bir həzin şikəstənin timsalında nəsillərə örnək oldu. Belə yarandı mənim şikəstəli dünyam. Köhnə yeni radio. Maşallah müəllim tələbəlikdən
Azərbaycan radiosuna, televiziyasına bağlı bir insan olub. Daha doğrusu onun burada Azərbaycan radiosunda, televiziyasında silsilə verilişləri gedib. Onun dolanışığı da elə o vaxt bilirsiniz də tələbələr, əksər tələbələr, yəni siz deyən kimi qabiliyyəti olan tələbələr Azərbaycan radiosundan bəhrələnir, televiziyasından bəhrələnirdi və maşallah Xudayar də elə o tələbələrdən biri oldu. Oradan da maşallah müəllimin qələmində şirinlik, axıcılıq vardı. Dinləyicini özünə cəlb eləyirdi. Və sizin kimi diktorlarda dünə görmüş, təcrübəsi olan diktorlarda mikrofonun arxasına oturanda bilir ki, maşallah müəllimin qələmindən süzülən, qələmindən gələn yazıdır. Və onu da siz də böyük məmnuniyyətlə oxuyurdunuz, dinləyicilərə çatdırdınız. Sözünüzü bilirsiniz ki, Qarabağda xanəndəlik məktəbi, Azərbaycanımızın xanəndəlik məktəbi Qarabağdan başlayır və hardasa orada bizim aşıq musiqisinə, bəlkə siz də mənə təsdiqlərsiniz, aşıq musiqisinə demirəm sevmirik, hər birimiz sevirik. Yox, məsələ bundadır ki, bax onun mən sözünüzün qüvvəti çox gözəl bir məqama toxundunuz Rəhman müəllim. Mənim uşaqlığım Abdülgülablı kəndində keçirdi. Mən hər yay tətildə mən ora gedərdim. Abdülgülablı, Abdalın özündə. Bəli. Abdülgülablı iki kənddir. Gülablı bir yol bölür. Dərə tərəfdə Gülablıdır, dağ tərəfdə Abdal. Təsəvvür eləyin ki, kənddə özün bilirsən də kənddə yad adam olmur. Hamı bir-birinə qohumdur. Müəyyən yaxınlıq, uzaqlıq məsələsi var. Mənim yadımdadır ki, biz ora köçəndə hər şənbə bazar mənim atam kəndə gələrdi. Bəli. Və onun orada Aşıq Xaspolad adında həm qohumumuzdur, həm də atamın dostuydu. Aşıq Xaspolad. Bəli. Atam kəndə gələndə bayram olurdu. Bütün ətraf yerlərdən, bütün məhəllələrdən yığışardılar bizə. Xaspolad əmi gələrdi, Allah hamısının qəbrini nurla doldursun. Sazı əlinə alardı, dastanlar danışardı. Bax, mən aşıq musiqisinə birinci həvəsim elə bax o kənddən başladı. Bizim kənddə aşıq olub. Bəli. Yəni mən bilirəm ki, əlbəttə Abdülgülablı kəndi Azərbaycanımız üçün böyük sənətkarlar yetişdirib, hətta sərkərdələr yetişdirib. Yəni mənim onu deməkdə sözümün canı nədir? Məndə aşıq musiqisinə həvəsi maşallah yaradıb. Açıq deyirəm. Və onun o yazdığı yazılara, o verilişlərə qulaq asdıqca adam heyran olurdu. Və heyran olurdu ki, bu yazıdan, bu verilişdən onun ana borcu verilişi var. Qaytar ana borcunu, belə bir verilişi var. Müəllim, sözünüz biz onu bax elə bu günlərdə də salmışdıq. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hər il salır. Doğrudan o verilişə qulaq asır adam, yəni belə yazı ola bilər, belə veriliş ola bilər. Adam ayırmaq istəmir Azərbaycan radiosu. Bax bu mənada mən maşallah müəllimə borcluyam ki, yəni mənə aşıq musiqisində böyük həvəs yaratdı və bu gün də aşığın bütün verilişlərimə mütləq harca bir aşıq havası, bir aşıq çalgısı, bir ifadəsi təqdim edirəm. Qanımız, canımız, sönməz istəyimiz, cahanda əzəl və axır sığınacağımız olan ana torpaq. Hər sərnəsi bir-birindən əziz olan vətənin sıldırım qayalardan başlayan qaybanə şikəstəsi özünə hər mahalda bir həmdəm tapdı bir el sənətkarının bəstəsi ilə. Ulu torpağın qoynunda yollar haçalandıqca onun son dayağı bir canda, bir könüldə pərvəriş tapdı. Belə uyuşdu ayrılmazlıq timsalına ana vətən. Xan kəndinin üzük qaşındakı cığırlardan üz yuxarı teylənən köhlənlərin yalmanı havada dalğalandıqca, Qarabağ şikəstəsinin ilkin notlarından başlayan yenilməzlik timsalı da bu qayda ilə oxşadı məğrur könülləri. Qoy havalansın elimin nəğməkar oğullarının həzin səsi, qoy dinsin o sonsuz ormanların Qarabağ şikəstəsi düşmən qabağında. Ömrün hər anında kədər içində də məğrurluğu belə yaşadı bizim ellərimiz. Hisabulağının qaynar gözləri yaşaranda da, xarı bülbülün ilahidən yaranan bənzəyişi dünyanı heyran qoyanda da, Cıdır düzünün ərigidləri atın çaparağı ilə quşu gözündən vuranda da, quşqonmaz qayalarda qoca qartal yurd yerinin təsibi ilə öz yuvasını qucaqlayanda da ruhumuzu belə oxşayıb bu qəhrəmanlıq şikəstəsi. Fəxrəddinlər qılıncı nizamilər qələminə sirdaş olurkən, sözün qüdrəti qollara qüvvət, ürəklərə dəyanət gətirdi. Xain ürəklərə, daş ürəklərə bu zərrələrin hər biri bir ox olub batanda, həqiqətin üzünə pərdə çəkmək istədi qarı düşmən. Bax bu qayğıları zaman-zaman çiynində daşıyan nizami övladları da şikəstənin fövqündə ihtizaza gəlib bir vətən, bir torpaq istəyi ilə duyğularını qatar-qatar qoşqulara düzdülər. Köhnə yeni radyo.
Maşallah özü gözəl dost, gözəl qardaş, gözəl ailə başçısıdır. 2 övladı var, Allah saxlasın. Biz o vaxtlar yəni müharibənin o qızğın çağlarında mən tez-tez gedirdim rayona, Qarabağ bölgəsinə, müxtəlif bölgə, müharibə gedən bölgələrə. Maşallah özü yaxınları, əzləri, onun anası tək Göyçədə qalmışdı. Maşallah məndən öncə bilirdi qaçqınlıq, köçkünlük həyatı nə deməkdir. Hər dəfə maşallah elə bil ki, mənim yarama bir məlhəm olurdu. Mənə bir təskinlik verirdi. Narahat olma, hər şey yaxşı olacaq. Mən doğrudan da otururdum, məsələn, Abdal Gülaf haqqında danışırdım. Yaxud da Sırxavənd haqqında, yaxud da Ağdam haqqında, Şuşa haqqında söhbət açırdım. Bu mənə diqqətdən qulaq açırdı. Onun yazdığı veriliş elə bilirdi ki, mənim kimi Sırxavətdə də olub. Əli müəllim kimi Abdal Gülafda və Ağdamda da olub. O kəndi, o kəsə elə təsvir eləyirdi, elə qələmə alırdı ki, deyirdi ilahi, bu adam doğrudanmı Sırxavətdəndir, doğrudan Abdal Gülaf, yaxud da Füzulidəndir. Bu adamda böyük istedad vardı və yenə də vurğuluyorum, həm verilişlər, yazdığı verilişlər bu günlər bizim Azərbaycan radiosunun qızıl fonda qolunur və maşallahın da bir üstünlüyü cəhəndə onu da deyim ki, maşallah həmişə dosta bağlı insan olub. Həmişə bilirsən, sevincə sevinib, kədərləndə kədərlənib. Və maşallah bir oğlan olub, maşallah belə bir insan olub. Və bu gün də o yaradıcılığını təqdim eləyir, davam eləyir. Biz onunla tez-tez telefon əlaqəsi saxlayırıq, bayramlarda görüşürük və bizim dostluğumuz çörək kəsmişik, dostluğumuz davam eləyir. Əlbəttə, bu gün də maşallah kimi jurnalistlər dərdim ki, azdır. Siz deyən kimi yazan çoxdur. Yəni ki, bunlar bizim bu gün bizim şirkətdə gənclər üçün böyük şərait yaradılıb. Bütün imkanlar yaradılıb. Və belə maşallah ki, məktəbindən istifadə eləməlilər. Əli müəllim kimi insanlardan, o veteranlardan onlar istifadə eləməli, öyrənməlidirlər. Yəni ki, onlar da Əli müəllim bizim kimi bir məktəb keçəndən sonra və gələcək onlar da yəni ki, onların da öz məktəbi olacaq, tələbələri olacaq. Əlbəttə, maşallah haqqında çox söz danışmaq olar, çox söz demək olar. Maşallah doğrudan da əvəz edilməz bir dostdur, qardaşdır. Adi bir misal çəkim. Xəstə aləmlə bir söhbət açdıq. O atası ilə bağlı çox istiraplar çəkkin, atasının məzarını Ermənistan torpağına köçsün. Orada nəsə Ermənistan rəhbərliyi buna razı olmadı, amma bu günləri maşallah öz atasını onun yazdığı şeirlərlə mahnılarda yaşatdırır və yaxud öz yazdığı tədqiqat əsərlərində yaşatdırır. Məsələn, xəstə aləminin yaradıcılığını vərəqləyəndə belə bir misal çəkim, onun Durnalar bir şeirinə mahnı yazılıb. Bizim Tariyel Məmmədov bəstəkarımız, onun da o ifaçısı Əliyar Məmmədovdur. Doğrudan ötən əsrin əvvəllərində yazılan şeir bu günləri nə qədər yerini tutur. Aktualdır. Durnalar mahnısı, sözün düzü bəstəkar da sağ olsun. O xanəndə Əliyar Məmmədov da sağ olsun, o mahnı elə ifadə edir. Adam qulaq asırsan, doğrudan da xəyaldan xəyala düşürsən. Könüldən könülə keçsən, doğrudan da o vaxt yazılan mahnı, şeir bu günləri öz yerini tutur. Yəni ayrılıqdan söhbət keçir. Çəkdim arğılar bir yana dursun, çəkdim arğılar bir yana dursun, insafı mürvətim sənətmədim. Mən sənə yar desəm. Bəli, maşallah, mən əminəm ki, Allah ona can sağlığı versin. Bizim dostluğumuz davam eləyəcək. Qoy bu il bizim üçün qələbə il olsun. Növbəti Novruzumuzu İnşallah Qarabağımızda, Göyçəmizdə keçirək. Mən biləm ki, qələbə soran alana sonra maşallah müəllimin daha dolğun, daha gözəl qəlblərə kömlər yol tapan əsərləri deyim, kitabları deyim, işıq üzü görəcək. Mən buna əminəm. Biləm ki, maşallahın qələmlə bələdəm, maşallahın qüvvəsinə bələdəm və bir daha maşallah Evir Vasili salamlayıram, ona can sağlığı arzulayıram. çox sağ olun Rəhman müəllim. Mən də maşallaha uzun ömür, can sağlığı arzulayıram. Ən əsas can sağlığıdır. Can sağlığı olsa, maşallah, elə sən deyən kimi, onun elə qələmi var ki, mütləq o, yenə o şirinliyinə, o qabiliyyətinə, o istedadla o yenə də əsərlər yazacaq. Qələm əhlinin nə sözü tükənmir, nə həvəsi. Zamanın hökmü var, torpağın ağılı, dünyanın üstündə bardaş qurubdu. Dildən xalq yaranıb, qaralı, ağlı, bəşəri əqidə qovuşdurubdu. Bəzən haqq basılıb, inam təklənir, bəzən ipə sapa yatmıyır insan.
Bir çanaq üstündə qoşa səslənir, bir səsin nəbzini tutmuyur insan. Barımız, meyvəmiz budaq əyəndə, bu yolda kömür tək yanıb quruduq. Vətən anlayanda, vətən deyəndə torpaqdan göyərib torpaq qoruduq. Ana təbiətin öz qanunu var, duzlaqdan çıxmıyır qızıl külçəsi. Laçın yuvasında laçın yaşayar, tikanlı çəpərdə çəpər sərkəsi. Yurduma yuvama oğul olmasam, qandala salarlar qoşa qolumu. Vətən iynə deyil itirib susam, torpaq ehsan deyil paylayam onu. Çörəyi sərməyə dizi olanın, mərdini axtarma, ərini gəzmə. Qonşu çəpərində gözü olanın, qonşu ürəyində yerini gəzmə. Belə duymuşuq, belə anlamışıq əzəlindən həyatı bizlər. Fəqət yaxşılığın da ölçüsünü itirib, sonra onun peşmanlığını çəkəndə, ulu babalarımızın həyat dərsinə hardasa biganə qalanda, yenə hamımızın harayımıza qəlbi dağların qənşərindən gələn əzəmətli şikəstənin ritmi yetər. Qarabağ səlnaməsinin zildə qərar tutan bir dəli həsrəti çuğlayar hissimizi, duyğumuzu. Belə qovuşar, belə bağlanar mənim şikəstəli dünyam qəzəbli çağlarıma. Köhnə Yeni Radyo. Siz Mənim Şikəstəli Dünyam adlı musiqili verilişi dinlədiniz. Müəllifi jurnalist Maşallah Xudiyev, rejissoru Rövşən Abdullayev, səs rejissoru Cahangir Əliyevdir. Mətni oxudular Yusif Muxtarov və İradə Məlikova. Nə dərəcədə demək istədim, mən ayin olmuşam, onu dinləyicilər daha yaxşı bilərlər. Mən çalışmışam ki, musiqimizin müxtəlif sahələrini burada əhatə eləyim və deyilməmiş müəyyən fikirlər söyləyim. Orada demək xalq mahnılarından bağlı, oradan əməkar şairlərin, bəstəkarlarla, müğənnilərlə, xanəndələrlə qarşılıqlı işi
onların qarşılıqlı söhbətləri, hər hansı bir musiqi nömrəsini ərsəyə gətirmələri, o proseslərini mən verməyə çalışmışam. Dünyasını dəyişən klassiklərimiz haqqında çalışmışam ki, deyilməyən sözləri yazım və onların dünyasından açmalar vermişəm. Hələ geniş oxucu dinləyici kütləsinə məlum olmayan epizodları vermişəm, açmışam. Məsələn, elə mahnılar var ki, onların dünyaya gəlişi çox maraqlı hadisələr üzərində qurulub. Tutaq ki, Cahangir Cahangirovun İslam Səfərinin sözlərinə yazdığı ana mahnısı ki, böyük sənətkarımız Rəşid Behbudov oxuyub. Dünyaya o mahnının gəlişi çox maraqlı bir məsələ üzərində qurulub. Və elə də başqa sənətkarlar haqqında, eyni zamanda xalq mahnılarımız haqqında çalışmışam ki, deyilməyən sözləri deyim. İndiyənə qədər dinləyicilərə məlum olmayan, təhrif olunmuş xalq mahnılarımıza elmi nəzəri düzəlişlər verməyə çalışmışam. Mən hamınıza təşəkkür edirəm. Dinləyicilərimə də can sağlığı arzulayıram, uzun ömür arzulayıram. Bizi unutmasınlar. Azərbaycan Radiosu mənim üçün çox doğmadır. Sağ olun əziz dinləyicilər. Biz də hörmətli Maşallah Qudubəyliyə arzulayaq ki, həmişə canı sağlam, sözü kəsərli, bişinə həvəsi sönməz olsun. İstəyili dinləyicilər, bugün Maşallah Qudubəyli ilə birlikdə ötənlərə qayıtdıq, bizə doğma, əziz günləri xatırladıq. Amma o günlərdən yadigar o qədər xatirələr var ki, buna saatlar, günlər bəs eləməz. Eybi yoxdur, qalsın sonraya. Əziz dinləyicilər, köhnə yeni radionu Əli Məhəmmədoğlu, Səyyarə Altay və Dilşad Tahir qızı köklədi. Doğma radiomuzda yeni görüşlər edir. Dalğanı dəyişmək. İzlərik hər an biz mehriban səsini, radio mənim. Gözlərik hər an biz, izlərik hər an biz mehriban səsini, radio mənim. Qələbə, zəfərlər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu aça. Qələbə, zəfərlər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu aça. Günəş oyanar səsinə xəbər, daşıyar dalğalar geniş, çöllər həvəsinə nəğmə, başlayar dalğalar. Gözlərik hər an biz, izlərik hər an biz mehriban səsini, radio mənim. Gözlərik hər an biz, izlərik hər an biz mehriban səsini, radio mənim. Min qələb, min zəfər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu aça. Min qələb, min zəfər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu aça. Gözlərik hər an biz, izlərik hər an biz mehriban səsini, radio mənim. Gözlərik hər an biz, izlərik hər an biz mehriban səsini, radio mənim. Qələbələr, zəfərlər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu açaq. Qələbələr, zəfərlər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu açaq. Qələbələr, zəfərlər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu açaq. Qələbələr, zəfərlər var, dalğalar, şad xəbər var, gəlin aç, radionu açaq.